Ruhin qardaş özü lahmacunları göstərir. İcaz nömrə 1. Burada bugün Ədalət Ustanın hazırladığı pizza sobasında gəldik, çəkiliş eləyək. Demişdim videonun əvvəllərində ki, soba hazırlanan vaxtı daha əvvəl paylaşımlarda var, girib baxa bilərsiniz. Gəlib sonda çəkiliş eləyəcəyik. Bugün gəlmişik, lahmacun pizza sifariş vermişik ki, orada pişən pizzanın lahmacun keyfiyyətini sizə də göstərək. Burada istifadə olunan materiallar, sarayda yerləşən o davanlı materiallar mağazasında satışda da gördüyünüz kimi içəridə o cür temperaturun olmağına baxmayaraq əlimi çox rahatlıqla vura bilirəm. Bunun səbəbi fiber seramik ədyaldır ki, bizim mağazada satışlarda yəni topdan satışdır. Birinci əl bütün bu məhsulları satırıq. Yəni içəridə güclü temperaturun olmağına baxmayaraq əlimi belə rahat formada saxlaya bilirəm, əlimi yandırmır. Bu hissəsində yəni termometr qoyulub ki, içəridəki temperaturu tuta bilir, ona uyğun pizzanı, lahmacunu pişirir və pişən lahmacunlar, pizzalar hər zaman yəni eyni görünüşdə, eyni formada çıxır, yəni yandırmır, qurutmur, yəni çiğ saxlamır. Yəni bu sobalarda istəsəz çörək də pişirə bilərsiniz, pilav da pişirə bilərsiniz, kabablar da pişirə bilərsiniz. Yəni ağlınıza gələ biləcək çörək, şirniyyat, kabab nə istəsəz hazırlaya bilərsiniz. Bunun baca hissəsi də yenə o davamlı mağazamızda satışda olan boya ilə boyanıb. Gördüyünüz kimi rəngi, yəni istidir. Bu da temperatur çoxdur, əlimi vura bilmirəm. Temperaturun çox olmağına baxmayaraq, yəni klassikası getməyib. Belə içərisindəki kərpiçlər də yenə o davamlı kərpiclərdir. Çox adam o davamlı dedikdə elə zənn edir ki, o davamlı kərpic yəni istidə çatlamayan kərpiçlərdir. Xeyr, o davamlı kərpic o deməkdir ki, yəni kərpic qızı uzun müddətli istini saxlayır. Yəni hal-hazırda mən dayanmışam. Yəni istiliyi özümdə hiss edirəm ki, oradan istilik necə istilik var. Yəni bu kərpiçlər gec qızır və gec də soyur. Siz çox rahatlıqla pizzaları, lahmacunları hazırlaya bilirsiniz. Usta getdi, istəyirəm özüm bir dənə belə yaxından göstərim. Bax bu formada içərisi o davamlı kərpiclərlə hazırlanıb. Böyük ölçülü o davamlı daşlardır. Aypara formasında. Belə çox gözəl. Buyur usta. Mən özüm də əvvəllər fırıncı köməkçisi işləmişəm az bir müddət. Yəni çox maraqlı işdir. Qardaşlar da işində uğurlar inşallah. Gələcəyinə Allah nəsib eləsin, öz restoranını açsın. Yəni bu işlər həqiqətən çox maraqlıdır. İnşallah indi pizzanı da qoysun, onu da pişməyini göstərəcəm. Kimə bu materiallar lazımsa, bu sobada istifadə olunan material lazımsa bizimlə əlaqə saxlaya bilər. Biz özümüz usta deyilik, yəni bizdə material satışıdır. Ustavız varsa ustavızla yaxınlaşa bilərsiniz. Ustavız yoxsa da Ədalət Ustanın nömrəsini verə bilərik. İstədiyiniz ölçüdə, formada sifariş verəcəksiniz. Usta ona uyğun öz zəhmət haqqını deyəcək. Bir də material siyahısını çıxardacaq ki, o siyahı uyğun biz də sizə qiymətləri yazıb göndərəcəyik.